Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş həmvətənlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edək. Allah rəhmət eləsin. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının 30 illik yubileyinə həsr edilmiş təntənəli bayram tədbiri açıq elan olunur. Hər kəs öz həyat yolu ilə məktəbin, müəllimin, insanın həyatında nə kimi olduğunu bilir və qiymətləndirməlidir. Mən isə həmişə həyatımda bütün varlığımla, keçdiyim həyat yolu ilə məktəbə borçluyam, müəllimə borçluyam. Hazırda Şəkidə fəaliyyət göstərən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı Respublikanın şimal-qərb bölgəsinin elm tədris mərkəzi kimi tanınmaqdadır. Bu təhsil ocağı 30 il əvvəl, 30 sentyabr 1991-ci ildə Azərbaycan SSR Nazirlər Kabinetinin 327 nömrəli qərarı əsasında yaradılıb. Onun təsis edilməsində məqsəd ölkənin şimal-qərb bölgəsində yüksək ixtisaslı pedaqoji kadrları olan tələbatın ödənilməsi və regionun elmi-mədəni mühitinin inkişaf etdirilməsinə nail olmaq idi. Şəkidə ali təhsil müəssisəsinin təsis edilməsi çox mühüm hadisə idi. Bu müəssisənin açılmasında bölgədə ehtiyac duyulan sahələr üzrə ixtisaslı pedaqoji kadrların hazırlanması idi. Onu da qeyd edim ki, bölgədə ali məktəbin fəaliyyət göstərməsi paytaxtla bölgələr arasında iqtisadi qeyri-bərabər inkişafın aradan qaldırılması, əhalinin maddi durumunun yaxşılaşdırılması baxımından da çox əhəmiyyətlidir. İlk dəfə 75 nəfər tələbə ilə fəaliyyətə başlayan bu təhsil ocağında tədris prosesi ilə paytaxtdan Bakı Dövlət Universitetindən dəvət edilmiş alimlər, eləcə də ətraf rayonlarda yaşayan elmi dərəcəli mütəxəssislər və şəhərin ümumtəhsil müəssisələrinin təcrübəli müəllimləri məşğul olublar. 2000-ci ilədək Bakı Dövlət Universitetinin Şəki filialı kimi fəaliyyət göstərən bu ali təhsil ocağında 1200-ə yaxın pedaqoji kadr hazırlanıb. Respublikanın, xüsusilə bölgənin ixtisaslı müəllim kadrlarına olan tələbatının təmin edilməsi xeyli töhfə verib.
Bu gün sevinclə qeyd edə bilərik ki, Şəki filialında elmi dərəcəli pedaqoji kadrlar professor müəllim heyətinin tərkibində əsasən yerli kadrlardır. 30 illik zaman kəsiyi bir ali təhsil müəssisəsinin formalaşması üçün o qədər böyük bir müddət olmasa da, amma bu illər ərzində bu filialda çoxlu ənənələr formalaşıbdır. Maddi texniki baza formalaşıb, kadr potensialı gücləndirilibdir. Və bu filial təkcə şəhərimizin yox, o cümlədən regionun, eləcə də ölkəmizin ictimai, elmi, mədəni həyatında özünə məxsus rolu olan bir təhsil müəssisəsi kimi tanınıb. Mən 1996-2000-ci illər ərzində Bakı Dövlət Universitetinin Şəki filialında təhsil almışam. Bu gün 22 il öncə təhsil aldığım və məzun olduğum universitetin 30 il yubileyində onun məzunu, müəllimi, eyni zamanda kafedralarından birinin müdiri kimi təmsil olmağından böyük məmnunluq və qürur keçirirəm. Təbii ki, bu 30 il ərzində müəllimlərimizin ölçəgəlməz fədakarlığı sayəsində bu gün müasir tələblərə cavab verən bir təhsil ocağının qurulmasına nail olunmuşdur. Vaxtı ilə yarandığı günlərdə 2 korpusdan başqa demək olar ki, heç bir infrastrukturdan malik olmayan universitetin bu gün dövrün müasir çağırışlarına cavab verən formada təhsilin və tədrisin həyata keçirilməsinə imkan verən böyük bir texniki imkanlara malik infrastruktur formalaşmışdır. Onu da qeyd etmək istəyirəm ki, filialımızın bir çox məzunları artıq bizimlə bir sırada müəllim kimi, texniki heyət nümayəndələri kimi iştirak edir. 13 iyun 2000-ci ildən ümumilli lider Heydər Əliyevin təhsil sisteminin təkmilləşdirilməsi haqqında 349 nömrəli fərmanına əsasən Bakı Dövlət Universitetinin Şəki filialının və baş pedaqoji kadrların ixtisasının artırılması və yenidən hazırlanması institutunun Şəki filialının bazasında Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı yaradılıb. Müəllimlər İnstitutunun Şəki filialında 8 ixtisas üzrə bakalavr hazırlığı ilə yanaşı 2001-2013-cü illərdə yenidən hazırlanma, 2001-2015-ci illərdə isə ixtisas artırma təhsili sahəsində kadr hazırlığı da həyata keçirilib. Bu institut Şəkinin yeganə ali təhsil strukturudur və fəaliyyəti dövründə 3 müxtəlif institut və universitetlərin tabeliyində işləyir. Prezident İlham Əliyevin 26 noyabr 2015-ci il tarixli sərəncamı ilə Azərbaycan Müəllimlər İnstitutu və onun filialları ilə birgə Şəki filialı da Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulub və onun tabeliyinə verilərək Pedaqoji Universitetin Şəki filialı kimi fəaliyyətini davam etdirib. Filialın Respublikanın bir əsrə bərabər yaşı, özünəməxsus tarixi və şərəfli inkişaf yolu, zəngin təcrübəsi olan Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması onun tarixində əlamətdar hadisə olmaqla yanaşı, professor müəllim heyətinin bütövlükdə kollektivi məsuliyyətini daha da artırıb. Hazırda filialda 2 fakültədə 9 ixtisas üzrə ölkəmizin 40-dan çox şəhər və rayonundan olan 912 tələbə təhsil alır. Professor müəllim heyətinin tərkibində 86 nəfər çalışır. Onlardan 3 nəfəri elmlər doktoru, o cümlədən 1 nəfər professor, 15 nəfər fəlsəfə doktoru, o cümlədən 6 nəfəri dosentdir. Filial əməkdaşlarından 24 nəfəri fəlsəfə doktoru, 7 nəfəri elmlər doktoru proqramı üzrə doktorant və dissertantdır. Filialın professor müəllim heyətinin tərkibində çalışan əməkdaşlarından 26 nəfəri bu filialın öz məzunudur. Onlardan 1 nəfəri fəlsəfə doktorudur. Bir hissəsi isə doktorantura və dissertanturada təhsilini davam etdirir. Son 5 ildə 1 nəfər elmlər doktorluğu, 4 nəfər fəlsəfə doktorluğu üzrə dissertasiyanı müdafiə edib. 1 nəfər dosent elmi adını alıb. Bu ali məktəb elm sahəsində də, elmi tədqiqatlar sahəsində də xeyli nailiyyətlərə sahib olmuşdur. Bizim filialın əməkdaşları tərəfindən ötən müddət ərzində 39 adda monoqrafiya, 46 adda dərslik və dərs vəsaiti, 60-dan çox fən proqramı, 450-dən artıq müxtəlif elmi məqalələr yazılaraq nüfuzlu elmi jurnallarda, hətta həmin məqalələrdən 72-si xarici ölkələrin nüfuzlu elmi jurnallarında, xarici dillərdə nəşr olmuşdur. New Yorkda, Torontoda, Kiyevdə, Moskvada, Novosibirskdə, Sankt-Peterburqda, dünən Polşadan, Varşavada, bundan qabaq Madriddə, Fransanın paytaxtı Parisdə, müxtəlif tanınmış elm mərkəzlərində burada çalışan əməkdaşların məqalələri və yaxud da beynəlxalq konferanslara təqdim etdikləri tezislər müxtəlif dillərdə, xüsusən dünyanın danışdığı dillərdə çap olunub istifadə olunmaqdadır.
Amerika Birləşmiş Ştatlarında, Fransada, Türkiyədə, Gürcüstanda və başqa ölkələrdə olan ixtisasartırma kurslarında iştirak edən müəllimlərimiz var. Əsas məqsədimiz, əsas hədəfimiz burada təhsil alan gəncləri öz ixtisasları üzrə mükəmməl bir kadr kimi yetişdirməklə yanaşı, onları milli mənəvi dəyərlərimizə sayğılı, vətənpərvər, dövlətimizə, dövlətçiliyimizə sadiq olan, əmək bazarında olan tələbata cavab verə biləcək bir kadr kimi yetişdirməkdir. Filialda tələbələrin müstəqil düşünmə, fəaliyyət göstərmə bacarıqlarının inkişaf etdirilməsi, elmi tədqiqat sahəsində xüsusi istedadı olan tələbələrin düzgün istiqamətləndirilməsi məqsədilə Tələbə Gənclər Təşkilatı, Tələbə Elmi Cəmiyyəti və Tələbə Həmkarlar Təşkilatı məqsədyönlü fəaliyyət göstərir. Ulu Öndər Heydər Əliyevin ideya nəzəri irsinin öyrənilməsinə xidmət edən konfranslar, dəyirmi masallar, icmal mühazirələr, sağlam düşüncəli, milli ruhda, geniş dünya görüşünə malik və vətənpərvər gənclərin yetişdirilməsində müstəsna rol oynayır. Filialda tələbələrin asudə vaxtının səmərəli təşkili məqsədilə rəngarəng tədbirlər, tanınmış şair və yazıçıların, şəxsiyyətlərin yubiley tədbirləri, fənn olimpiadaları və müsabiqələr, disputlar təşkil olunur. Burada müxtəlif diskussiyalar, debatlar, yarışlar, erudissiya yarışları, intellektual imkanların qarşılaşması yarışları keçirilir. Burada tədris prosesində olan elmi tədqiqat fəaliyyəti ilə tələbələrin bundan kənar zaman kəsiyində, asudə vaxtında olan fəaliyyətləri vahidin tərəfi kimi birləşdirilir. Filialımıza fərqli ixtisaslara qəbul olunan tələbələr içərisində 500-dən, 600-dən çox bal toplayıb qəbul olunan gənclər həddindən artıq çoxdur. Eyni zamanda tələbələrimiz sırasında gələcəyin müəllimi təqaüdünə layiq görülən, bu ada layiq görülən tələbələrimiz var. Bu da onu göstərir ki, filiala üz tutan, burada təhsil almaq istəyən gənclər müəllimlik sənətini şuurlu şəkildə seçirlər. Son illərdə filialın tədris bazasının müasir standartlara uyğun yenidən qurulması istiqamətində xeyli işlər görülüb. Tədris binalarında əsaslı təmir işləri aparılıb, bütün otaq və auditoriyalar yeni, müasir avadanlıqlarla, informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunub. Filialda 100-dən çox internetə çıxışı olan kompüter, 20-yə yaxın proyektor, 3 elektron lövhə və digər texniki avadanlıqlar yerləşdirilib. 5 kompüter zalı tədris prosesinə xidmət göstərir. Fəaliyyət göstərdiyi illər ərzində 5000-dən çox ali təhsilli pedaqoji kadr hazırlanıb. 6000-dən çox müəllimin ixtisasının artırılması və təkmilləşdirilməsi həyata keçirilib. Təhsil alan tələbələrimizə yüksək səviyyədə elmi nəzəri və praktik hazırlıq verməyə çalışırıq. Filial bugün artıq regionun elm tədris mərkəzinə çevrilib. Şəhər və respublika səviyyəli elmi konfransların, dövlət əhəmiyyətli tədbirlərin təşkilində təhsil ocağı özünə məxsus rol oynayır. 30 il ərzində filialda formalaşan ənənələri davam etdirmək, sürətlə inkişaf edən cəmiyyətdə ölkənin və regionun sosial-iqtisadi inkişafının tələblərinə uyğun, saf məsləhli, vətəninə, dövlətinə sadiq, elmə, insan hüquqlarına hörmət edən, kreativ düşüncəli, rəqabətə davamlı mütəxəssislər, pedaqoqlar yetişdirmək ölkənin təhsil sisteminə, elminə töhfə vermək əsas hədəflərdəndir. Müstəqillik ideyalarına sadiq, özünü vətənin azadlığı naminə fəda etməyə hər an hazır olan, yeni təfəkkür tərzini qavrayaraq müasir tələblərə cavab verən sağlam əqidəli, milli ruhlu nəsil yetişdirməyi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının kollektivi öz fəaliyyətinin əsas amalı hesab edir. Bu istiqamətdə səylə çalışır. Fəaliyyət göstərdiyimiz 30 il ərzində bu ali təhsil müəssisəsi öz missiyasını ləyaqətlə yerinə yetməyə çalışmışdır. Və biz bundan sonra da öz fəaliyyətimizi yenilikləri öyrənmək və tətbiq etmək yolu ilə sürətlə inkişaf edən cəmiyyətin tələblərinə cavab verə biləcək vətənpərvər gənclərin yetişdirilməsi istiqamətindən səylə çalışacağıq.
çıxış üçün Şəki şəhər İcra Hakimiyyətinin başçısı cənab Elxan Usubov dəvət olunur. Xanımlar və cənablar, mən sizin hər birinizi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının 30 illik yubileyinə həsr olunmuş təntənəli tədbirdə salamlayır və xoş gəlmisiniz deyirəm. Gözəl təbiəti, tarix və mədəniyyət abidələri ilə tanınan Şəki həm də Azərbaycanın qədim sənət, elm və təhsil mərkəzlərindən biridir. Son illər Şəkidə iqtisadiyyatın bir çox sahələri uğurla inkişaf etmiş, yeni infrastruktur layihələri icra olunmuş. Abadda quruculuq işləri həyata keçirilmiş, şəhərimizin mədəni həyatı mühüm hadisələrlə zəngin olmuşdur. Elə ki, Şəki şəhər 2010-cu ildə Azərbaycanın sənətkarlıq paytaxtı seçilmiş, 2012-ci ildə Türk dünyasının qeyri-mədəni İrs paytaxtı, 2016-cı il üçün Türk dünyasının mədəniyyət paytaxtı elan olunmuş, 2017-ci ildə isə UNESCO-nun yaradıcı şəhərlər şəbəkəsinə daxil edilmişdir. 2019-cu ildə Xan Saray ilə birgə Şəkinin tarixi mərkəzi UNESCO-nun Ümumdünya İrs siyahısına daxil edilmişdir. Şəkidə tarixi mədəni irsin qorub saxlanması və təbliği istiqamətində mühüm işlər həyata keçirilmişdir. Cənab Prezidentimiz İlham Əliyev Şəkiyə səfərlərin birində demişdir. Elə tarixi şəhərlər var ki, onların Azərbaycan tarixində, Azərbaycan xalqının formalaşmasında, Azərbaycanda dövlətçilik əsaslarının yaradılmasında xüsusi rolu vardır. Şəki o şəhərlərdəndir. Qədim tarixi olan Şəkidə elmə, təhsilə həmişə böyük maraq olmuşdur. Bu şəhər Azərbaycan təhsilinin, elmin, pedaqoji fikir tarixinin formalaşmasında yaxından iştirak etmişdir. Muzadə, Rəsul bəy Əfəndiv, Salman Mümtaz, Baxtiyar Bağzadə və başqaları tarixi vətənidir. Hörmətli tədbir iştirakçıları, ölkəmizin, cəmiyyətimizin inkişafı bu və digər dərəcədə elmin və təhsilin inkişafı ilə bağlıdır. Məlumundur ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin yaranması Azərbaycan xalqının milli fikir və mədəniyyətinin formalaşmasında, inkişaf etməsində mühüm rol oynamışdır. Dərin ehtiram hissi ilə qeyd etmək lazımdır ki, görkəmli dövlət xadimi, ümumi liderimiz Heydər Əliyev Azərbaycana rəhbərliyi dövründə Pedaqoji Universitetə onun əməkdaşlarına daim xüsusi diqqət və qayğı göstərmişdir. Cənab Prezidentimiz də İlham Əliyev Azərbaycan elminə, elmin və təhsilin inkişafına diqqət və qayğısı isə danılmazdır. Yubileyi qeyd etdiyimiz Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının yaradılması Şəki-Zaqatala iqtisadi zonasında elm və təhsilin inkişafında mühüm rol oynamışdır. Ədalət naminə söyləmək olar ki, Şəki filialı bu diqqətə və etimada layiq elmi struktur kimi özünü təsdiqləyə bilmişdir. Fəaliyyət göstərdiyi 30 il ərzində bu ali məktəbin əməkdaşları müxtəlif səviyyəli konfrans, simpozium və müşavirələrdə fəal iştirak etmişdir. Elmi mərkəzdə yüzlərlə çap vərəqi, həmçində kitablar çap olunmuş, Respublikamızın və xarici ölkələrin nüfuzlu jurnallarında mərkəz əməkdaşların məqalələri dərc olunmuşdur. Ötən müddət ərzində bu təhsil ocağı ölkəmizdə, xüsusilə də regionumuzda yüksək ixtisaslı pedaqoji kadrlarla olan tələbatının ödənilməsi sahəsində müstəsna xidmətlər göstərmişdir. Filialda ayrı-ayrı ixtisaslar üzrə 5000 nəfərə yaxın yüksək ixtisaslı pedaqoji kadrlar hazırlanmışdır.
Bu kadrlar hazırda ölkəmizdə müxtəlif elm təhsil müəssisələrində, mühüm dövlət qurumlarında səylə çalışırlar. Təminləmə işinin həyata keçirilməsində xüsusi fəallığı ilə seçilir. Ötən müddət ərzində filialda güclü kadr potensialı formalaşmış, qarşıya qoyulmuş vəzifələrin öhdəsindən gəlməyə qadir professor müəllim heyəti yetişdirilmişdir. Filialda kifayət qədər maddi texniki baza və infrastruktur mövcuddur. Bütün bunları deməyə əsas verir ki, filialın regionda müstəqil ali təhsil ocağına çevrilməsi üçün kifayət qədər geniş imkanlar var. Filialın bazasında müstəqil ali məktəbin yaradılması həm də Şəki-Zaqatala iqtisadi rayon üzrə zəruri olan əlavə ixtisaslar üzrə kadrların hazırlanmasında əhəmiyyətli rol oynaya bilər. Məqamda qeyd eləmək istəyərdim, özümə boş bilirəm. Məlumatlısınız ki, bu ali təhsil müəssisəsi bir müddət Azərbaycan Müəllimlər İnstitutu Şəki filialı kimi fəaliyyət göstərmişdir və bu institutda hörmətli millət vəkili Agiya xanım Naxçıvanlı rəhbərlik etmişdir. Bugün bu tədbirdə dövlət tədbiri olduğuna görə üzürlü səbəbdən iştirak edə bilmir Agiya xanım və Agiya xanımın salamlarını və təbrizləri sizə çatdırmaq istəyərdim. O da elə qoşulur bizim bu tədbirlərə. Çox sağ olsun. Mən Şəkidə ilk ali təhsil müəssisənin yaradılmasının 30 illik yubileyi münasibəti ilə sizin hər birinizi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının kollektivini, eyni zamanda şəhərimizin pedaqoji ictimaiyyətini ürəkdən təbrik edir. Sizlərə can sağlığı, şərəfli fəaliyyətinizdə uğurlar arzu edirəm. Diqqətinizə görə təşəkkür ederim. Şəki şəhər icra hakimiyyətinin başçısı cənab Elxan Usubov tərəfindən Azərbaycan Dövlət Pedaqoji Universitetinə xatirə hədiyyəsi təqdim edilir. Xatirə hədiyyəsini qəbul etmək üçün Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Professor Cəfər Cəfərov dəvət olunur. Xatirə hədiyyəsi təqdim olunur. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialına xatirə hədiyyəsini qəbul etmək üçün Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının direktoru Dosent Rafiq Rasulov dəvət olunur. Şəki şəhər icra hakimiyyətinin başçısı cənab Elxan Usubovun sərəncamı ilə Şəkidə ilk ali təhsil müəssisəsinin yaradılmasının 30 illik yubileyi münasibəti ilə elmi, pedaqoji sahədə səmərəli fəaliyyətlərinə görə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialından aşağıda adları qeyd edilən əməkdaşları Şəki şəhər icra hakimiyyətinin fəxri fərmanı ilə təltif edilmişdir. İbrahimov Firadon Nadiroğlu, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının müdiri, pedaqogika üzrə elmlər doktoru, professor.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında tədris işləri üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında elmi işlər üzrə direktor müavini, dosent. Abdullayeva Xalidə Firidun qızı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında Pedaqoji Fakültənin dekanı, filologiya üzrə fəlsəfə doktoru. Rəhimova Yeganə Abdullah qızı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında tələbə və tədrisin idarə olunması şöbəsinin müdiri. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında karyera mərkəzinin müdiri. Nəsrullayeva Nərminə Zülfəli qızı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında keyfiyyətin təminatı şöbəsinin müdiri. Təşəkkür edirik İlham müəllim. Çıxış üçün Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, Professor Cəfər Cəfərov dəvət olunur. İlham müəllim, Əli müəllim. Ötən ilin 3-cü yarısında Azərbaycan Dövlət Pedaqoji Universitetinin yaradılmasının 100 illiyi Şəki filialının Şamaxı və Quba filiallarının isə 30 illiyi tamam oldu. Əlamətdə yubileylər münasibəti ilə filialın professor müəllim heyətini, inzibati texniki heyətini və tələbələrini səmimiyyətdən təbrik edirəm. 8 müəllimlə fəaliyyətə başlayan universitet hazırda təhsil alanların və təhsil verənlərin sayına görə Azərbaycanın ən böyük universitetləri sırasındadır. Pedaqoji Universiteti eyni zamanda paytaxtdakı 4 tədris korpusu, nəzdindəki pedaqoji kollec və baza məktəbi, regionlardakı 5 filialı ilə birlikdə ölkənin ən geniş şəbəkəyə malik təhsil ocağıdır. Bir əsr ərzində universitetimiz 160 mindən çox tələbə hazırlanmışdır və cəmiyyətə qədər məzun təqdim etmişdir. Bugün cəmiyyət həyatının elə bir sahəsi yoxdur ki, orada Pedaqoji Universitetinin yetirmələri fəaliyyət göstərməsindir. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, məzunlarımız çalışdıqları bütün sahələrdə ölkənin sosial-iqtisadi və mədəni inkişafına dəyərli töhfələr verirlər. Təbii ki, tələbələrimizin böyük əksəriyyəti təhsilini başa vurduqdan sonra öz ixtisaslarına uyğun olaraq İlk növbədə orta məktəblərdə və ya məktəbə qədər təhsil müəssisələrində işləyirlər. Mübaliğəsiz demək olar ki, savadlı, geniş, dünya görüşlü, vətənpərvər ruhlu şagirdlərin yetişdirilməsində bir müəllim kimi onların əvəzsiz xidmətləri var. Məzunlarımız eyni zamanda universitet divarları sırasında qazandıqları bilik və bacarıqları müxtəlif dövlət orqanlarında, özəl sektorda, ali məktəblərdə, elmi müəssisələrdə, yaradıcılıq birliklərində, qeyri-hökumət təşkilatlarında, kütləvi informasiya vasitələrində də uğurla reallaşdırırlar. Biz çalışmışıq, Yusuf Məmmədəliyev, Zahid Xəlilov, Həsən Abdullayev,
bizim universitetin yetirmələridir. Tanınmış şair və yazıçılarımızdan Əhməd Cavad, Səməd Vurğun, Mikail Müşfiq, Mehdi Hüseyin, Süleyman Rəhimov, Mirvarid Dilbazi, Şıxəli Qurbanov, İsmail Şıxlı, İlyas Əfəndiyev, Məmməd Araz, görkəmli alimlərimizdən Heydər Hüseynov, Məmməd Arif Dadaşzadə, Həmid Araslı, Feyzullah Qasımzadə, Mehdi Mehdizadə, Məmməd Ağa Şirəliyev, Məmməd Cəfər Cəfərov, Əli Söhbət Sümmatzadə, sizin həm yeriniz olan Əbdüləzəl Dəmirçizadə və bir çıxışda adlarını sadalaya bilməyəcəyimiz onlarla digər görkəmli ziyalı müxtəlif universitetlərdə Pedaqoji Universitetin divarları arasında təhsil almışlar. Universitetin müəllimləri yalnız savadlı və səriştəli kadr yetişdirməklə kifayətlənməmiş, həm də təhsil alanların milli mənəvi dəyərlərlə bağlılıq, vətənə məhəbbət, dövlətə sədaqət ruhunda tərbiyə olunması yönündə də məqsəd yönlü iş aparmışdır. Təsadüfi deyil ki, vətənpərvərlik ruhu aşılanan tələbə və məzunlarımız istər 1-ci Qarabağ müharibəsində, istərsə də 44 günlük vətən müharibəsində fəal iştirak edərək yüksək cəsarət və qəhrəmanlıq nümayiş etdirmişlər. Böyük iftixar sizə bildirir ki, 2-ci Qarabağ müharibəsində möhtəşəm qələbənin qazanılmasında Pedaqoji Universitet ailəsi də öz sambalıq töhfəsini vermişdir. Yüzlərlə tələbə və məzunlarımız ön cəbhədə düşmənlə vuruşmuş, onlardan 13-ü qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə yüksəlmişdir. Təqdirə layiq haldır ki, Vətən müharibəsində Şəki filialının 2 tələbəsi və 23 məzununda iştirak etmiş, göstərdikləri şücaata görə 4 nəfər müxtəlif medallarla təltif olunmuşdur. Hörmətli tədbir iştirakçıları, bugün razılıq hissi ilə qeyd etmək olar ki, Pedaqoji Universitetin fəaliyyəti əksər zamanlarda dövlət orqanlarının diqqət mərkəzində olmuşdur. Ümumilli lider Heydər Əliyev Azərbaycana ilk dəfə rəhbərlik etdiyi dövrdə 5 dəfə universitetimizə gəlmiş, onun 50 və 60 illik yubileyində çıxış edərək tapşırıq və tövsiyələrini vermiş, yüksək dövlət mükafatlarını kollektivə təqdim etmiş, bir neçə dəfə qəbul imtahanlarının gedişatını izləyərək abituriyentlər və onların valideynləri ilə görüşmüşdür. Son illər Pedaqoji Universitet Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində dinamik inkişaf yoluna qədəm qoymuşdur. Cənab Prezidentin müxtəlif illərdə imzaladığı sərəncamlarla universitetin 85, 90 və 100 illik yubileyləri dövlət səviyyəsində qeyd edilmiş, əməkdaşlarından bir qismi orden və medallarla təltif olunmuş, fəxri adlar almış, fəxri diplomlarla və prezident təqaüdünə layiq görülmüşdür. Bir neçə il əvvəl universitetimizin hündür mərtəbəli, 14 mərtəbəli tədris binasının üzlüyü və qapı-pəncərələri Heydər Əliyev Fondunun dəstəyi ilə tam şəkildə yenilənmişdir. Mübarəsiz demək istəyirəm ki, onu universitetin özünün etmək gücü mümkünsüzdür. Biz bütün bunları kocaman ali təhsil ocağına, onun çoxmilli kollektivinin fəaliyyətinə ali dövlət rəhbərliyi tərəfindən verilən yüksək qiymət və göstərilən xüsusi diqqət kimi qəbul edir. Həm Cənab Prezidentə, həm də təhsil sahəsində iri miqyaslı layihələr həyata keçirən Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı bildiririk. Son illərdə Pedaqoji Universitetdə görülən işlərin nəzər salarkən, inamla demək olar ki, dövlət rəhbərliyinin təşəbbüsü ilə cəmiyyət həyatının bütün sahələrində aparılan əsaslı islahatlar prosesi universitetimizdən də yan keçməmişdir. Dəyişikliklər ilk növbədə təhsilin bütün pillələrində məzmun və bazanın yenilənməsinə, yüksək intellektli, geniş dünya görüşlü, yaradıcı təfəkkürlü və praktik səriştəli gənclərin yetişdirilməsinə yönəlmişdir. Pedaqoji Universitetin icrası ötən ilin sonunda başa çatmış strateji inkişaf planında da vurgulandığı kimi, tədris və imtahan prosesini maksimum şəffaflandırmaq, yeni nəsil proqramlar hazırlamaq, elmi tədqiqatların səmərəliliyini artırmaq, infrastrukturu təkmilləşdirmək və beynəlxalq əməkdaşlığı genişləndirmək yolu ilə təhsilin keyfiyyətinin yüksəldilməsinə nail olmaq son illər əsas hədəflərimizdən olmuşdur. Müqayisəsiz demək olar ki, nisbətən qısa zaman kəsimində sadalanan istiqamətlərin hər birində nəzərə çarpacaq
irəliləyişlər baş vermişdir. Nəticədə universitetimizin nüfuzu daha da yüksəlmiş, bura daxil olmaq istəyənlərin sayı ildən ilə artmışdır. Belə ki, ölkənin 21 ali məktəbində müəllim kadrlarının hazırlanmasına baxmayaraq, rəqabət mühiti kifayət qədər çoxdur. Cari tədris ilində Pedaqoji Universitetə tələbə qəbulu planı 97,6% dolmuşdur. Bu mövcud reallıqlar və yüksək rəqabət şəraitində kifayət qədər uğurlu nəticə sayıla bilər. Sevindirici halda ki, universitetə daxil olanların son ildə 73,4% topladığı ballar 400-dən yuxarı olmuşdur. Qəbulun 66% dövlət sifarişi əsasında həyata keçirilmişdir. Məzunlarımızın MİQ imtahanlarındakı nəticələri, yəni müəllimlərin işə qəbul imtahanlarındakı nəticələri 6 il əvvəl müqayisələrlə bəzi ixtisaslarda 4-5, bəzilərində isə 7-8 dəfə yaxşılaşmışdır. Magistratura imtahan verən yetirmələrimizin 40%-i yetərincə bal toplayaraq təhsilini daha yüksək pillədə davam etdirmək imkanı qazanmışdır. Sadalanan bütün bu rəqəmlər Pedaqoji Universitetdəki tədris və təlim proseslərinin istər hazırki keyfiyyət göstəriciləri, istərsə də perspektivləri haqqında nişmin fikir söyləməyə əsas verir. Hörmətli tədbir iştirakçıları, bildiyiniz kimi Azərbaycan Respublikası Prezidentinin 2015-26 noyabr tarixli sərəncamına əsasən Azərbaycan Müəllimlər Üstün və onun filiallarının bir qisminin Pedaqoji Universitetə qoşulması prosesi başladı. Ötən dövr ərzində prosesin optimal şəkildə idarə olunması, yaranan problemlərin operativ, ədalətli və ağrısız həll edilməsi kimi məsələlər diqqət mərkəzində olmuşdur. Hesab edirəm ki, görülən tədbirlər nəticəsində qoşulma prosesi uğurla yekunlaşmış, Pedaqoji Universitet onun tabirində bütün qurumların vahid orqanizm kimi fəaliyyət göstərməsi təmin edilmişdir. Universitetin öz işini lazımi səviyyədə təşkil edə bilmiş tərkib hissələrindən biri də Şəki filialıdır. Şübhəsiz ki, filialın məhz gözəl təbiətə, qədim keçmişə və zəngin tarixi abidələrə malik olan Şəki şəhərində yerləşməsi təsadüfi deyildir. Çünki Şəki uzun zaman yalnız bölgənin deyil, həm də bütövlükdə Azərbaycanın elm və mədəniyyət mərkəzlərindən biri kimi zəruri kadr potensialına malik olan iri yaşayış məntəqəsi kimi tanınır. Hazırda filialda 900-dən çox tələbənin təlim tərbiyəsi ilə 90-dək müəllim, o cümlədən burada da sağlandığı kimi kifayət qədər elmi potensialı olan insanlar məşğul olurlar. Bu həmin bu elmi potensial da regionda yerləşən ali təhsil müəssisəsi üçün qənaətbəxş göstərici sayıla bilər. Əməkdaşların əhəmiyyətli hissəsinin elmlər doktoru və ya fəlsəfə doktoru proqramları üzrə təhsil alması isə elmi dərəcəsi olan kadrların sayının gələcəkdə daha da artacağından xəbər verir. Pedaqoji kollektivin üzvlərinin ölkə və beynəlxalq səviyyəli elmi konferanslarda iştirak etməsi, dərs vəsaiti, metodiki vəsait və monoqrafiyalar üzərində işləməsi, şəhər miqyaslı tədbirlərin təşkilinə yaxından kömək göstərməsi barədə məlumatlar da bizdə razılıq hissi doğurur. Filial tələbələrə təhsil verməklə yanaşı ətraf rayonlarından olan pedaqoji kadrların ixtisasının artırılması missiyasında həyata keçirir. 30 il ərzində 6.000-ə qədər müəllim buradakı ixtisası artırma və təkmilləşdirmə kurslarını bitirmişdir. Şəki filialının imkanları ildən ilə artır, maddi texniki bazası möhkəmləndirilir, infrastrukturu təkmilləşir, fəaliyyət dairəsi daha da genişlənir. Əvvəllər 6 ixtisasla işə başlayan filialda hazırki bakalavriat pilləsində 9 ixtisas üzrə kadr hazırlığı həyata keçirilir. Burada Azərbaycanın müxtəlif regionlarından, ilk növbədə şimal-qərb bölgəsindən olan gənclərimiz təhsil alır. Müstəqillik dövründə filial 5.000-dən çox ali pedaqoji təhsili kadr hazırlamışdır. Bu baxımdan o həm Şəkinin, həm də ətraf şəhər və rayonların müxtəlif kadrlarına olan tələbatın ödənilməsində əhəmiyyətli rol oynamışdır. Tədqiqdirə layiq haldır ki, Şəki filialında innovativ təlim, tədris texnologiyalarından istifadə etməklə ali təhsilin məzmun və keyfiyyət göstəricilərinin yaxşılaşdırılması istiqamətində də addımlar atılmaqdadır. Burada yaradılan mühit tələbələrə öz fikirlərini düzgün və yığcam şəkildə ifadə etmək, tədris olunan fənlərin əsas problemləri və konkret tətbiq sahələrini dərindən qavramaq, elektron kitabxanalardan və elektron internet resurslarından səmərəli istifadə etmək,
qarşıya müəyyən vəzifələr qoymaq, onları həll etməyi bacarmaq, idarəetmə vərdişlərindən yiyələnmək kimi zəruri keyfiyyətlərin aşılanmasına imkan verir. Buna görə də təsadüf deyil ki, Azərbaycanın müxtəlif bölgələrində uğurla çalışan, öz savadı və pedaqoji məharəti ilə fərqlənən müəllimlərin sırasında filialı bitirmiş xeyli sayda məzun vardır. Hörmətli mərasim iştirakçıları, hər bir yubiley başa vurduğumuz mərhələyə nəzər salaraq nəticə çıxarmaqla yanaşı, həm də növbəti mərhələ üçün ciddi planlar qurmaq vəzifəsini qarşıya qoyur. Sözsüz ki, Pedaqoji Universiteti Balon filiallarının fəaliyyətində dəyişdirilməsi, təşkilləşdirilməsi tələb olunan kifayət qədər məsələlər var. Elm, təhsil və texnologiyaların misli görünməmiş sürətlə inkişaf etdiyi 21-ci əsrdə milli mənəvi dəyərlərə bağlı, vətənə və dövlətə sadiq, yaradıcı təfəkkürlü və müasir dünya görüşlü, dərin savadlı və praktik səriştəli, rəqamsal və xarici dil biliklərinə sahib olan gənc mütəxəssislər və fəal vətəndaşlar yetişdirmək əsas hədəflərimizdən olmalıdır. Çalışmalıyıq ki, yetirmələrimiz elmi texnoloji nailiyyətləri dərindən mənimsənsinlər, yeniliyə meyilli olsunlar, istənilən məhsulun yalnız istehlakçısı deyil, həm də yaradıcısı və istehsalçısı olmağa səy göstərsinlər. Hazırda müasir dövrün tələb və çağırışlarını nəzərə almaqla universitetimizin 30-cu illədək strateji inkişaf planı üzərində iş gedir. İnanıram ki, dövlətimizin dəstəyi və çoxmilli kollektivimizin birgə səyi ilə Pedaqoji Universitetin və onun tərkibindəki qurumlar öz fəaliyyətinin növbəti mərhələsində daha inanla, yeni qlobal çağırışlara daha hazırlıqlı şəkildə daxil olacaqlar. Çıxışımın sonunda bir daha sizləri Şəki ictimaiyyətini, kollektivi, filialın 30 illik yubileyi münasibətilə təbrik edir. Professor müəllim kollektivinə və inzibati texniki heyətə fəaliyyətlərində, tələbələrə isə təhsildə və ictimai işlərində yeni uğurlar arzulayıram. Diqqətinizə görə təşəkkür edirəm. Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi münasibəti ilə və pedaqoji kadrların hazırlığı sahəsində səmərəli elmi pedaqoji fəaliyyətlərinə görə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin əmrinə əsasən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının əməkdaşlarının bir qismi təltif edilmişdir. Azərbaycan Respublikası Qabaqcıl Təhsil İşçisi döş nişanı ilə Rəsulov Rafiq Abdullayoğlu Şəki filialının direktoru. Azərbaycan Respublikası Qabaqcıl Təhsil İşçisi döş nişanı ilə Abdurrahmanova Gülnarə Qurbanəli qızı, İnformasiya və Kommunikasiya Texnologiyaları şöbəsinin müdiri. Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəxri fərmanı ilə Əliyeva Sevinç Akif qızı, Dillər və onların tədrisi texnologiyası kafedrasının baş müəllimi. Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəxri fərmanı ilə İsmailov Vaqif Nüsvətoğlu, Ümumilmi Fənlər Kafedrasının baş müəllimi. Həmidova Xuraman İsa qızı, Karyera Mərkəzinin müdiri. Adı Şirinova Almaz Mustafa qızı, direktor köməkçisi.
müəllimləri və onların tədrisi texnologiyası kafedrasının baş müəllimi. Bədəlova Asudə Şövkət qızı, pedaqoji təcrübə rəhbəri. Azərbaycan Dövlət Pedaqoji Universiteti tərəfindən Şəki filialına xatirə hədiyyəsi. Dövlət Pedaqoji Universitetinin Şəki filialının direktoru Dosent Rafiq Rasulov dəvət olundu. Çıxış üçün Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının direktoru Dosent Rafiq Rasulov dəvət olunur. Şəhər İcra Hakimiyyətinin başçısı cənab Elxan Usubova, Ədəbunun rektoru və bizi başa vuran Azərbaycan dövləti, möhtərəm cənab prezidentimiz İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində artıq dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilmişdir. Regionların sosial-iqtisadi inkişafının təmin edilməsi məqsədilə ölkəmizin hər bir bölgəsində həyata keçirilən tikinti və quruculuq işləri Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın yenilənən Azərbaycana yeni məktəb layihəsi əsasında icra edilən yeni məktəb binaları ölkəmizdə təhsilin daha da yaxşılaşdırılması və ümumi inkişafını şərtləndirən amillərdəndir. Ölkənin digər regionlarında olduğu kimi Şimal-Qərb bölgəsində də yüksək ixtisaslı pedaqoji kadrlara olan ciddi ehtiyacı təmin etmək üçün hazırda Şəkidə fəaliyyət göstərən bu ali təhsil müəssisəsinin də açılması bir zərurətə çevrilmiş. Azərbaycan İstər Nazirlər Kabinetinin 30 sentyabr 1991-ci il tarixli qərar əsasında Bakı Dövlət Universitetinin Şəki filialı kimi yaradılmışdır. Bugün fəxrlə qeyd etmək olar ki, 1991-2000-ci illərdə fəaliyyət göstərən bu ali təhsil məktəbdə təhsil alınmış yüzlərlə gənc pedaqoji fəaliyyətini, elmi tədqiqat işlərini davam etdirir. Müxtəlif elm ocaqlarında həmçinin bu müəssisənin özündə uğurla fəaliyyət göstərir. Azərbaycanda təhsilin inkişafı bu sahədə qlobal islahatların həyata keçirilməsi ümumi liderimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən islahatlar bugün də ölkəmizdə ardıcıl surətdə davam etdirilir. Belə islahatlardan biri də Ulu Öndər Heydər Əliyevin təhsil sisteminin təşkilləşməsi haqqında 13 iyun 2000-ci il tarixli 349 nömrəli fərmanı ilə həyata keçirilmişdir. Şəkildəki ali təhsil ocağı həmin fərmana əsasən yaradılmış, Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı kimi fəaliyyətini davam etdirmişdir. Filial bakalavr hazırlığı ilə yanaşı, pedaqoji kadrların ixtisasının artırılması, təşkilləşdirilməsi və yenidən hazırlanması istiqamətində fəaliyyət göstərmişdir. Qeyd etmək istəyirəm ki, 30 yaşlı bu təhsil ocağının tarixində 2015-ci ildən xüsusi bir mərhələ başlamışdır. Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin 26 noyabr 2015-ci il tarixli sərəncamına əsasən Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulmuş, filialları isə Pedaqoji Universitetin filialları hesab edilmişdir. Filialımızın Respublikanın 100 yaşlı şərəfli inkişaf yolu olan Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması onun tarixində çox mühüm bir hadisə idi. Regionda mövcud olan bir filialın 100 yaşlı qocaman ali təhsil müəssisəsinin tabeliyində fəaliyyət göstərməsi bu elm ocağının qazandığı zəngin təcrübəsinə bəhrələnmək üçün geniş imkanlar açmışdır.
Qeyd etmək yerinə düşər ki, son illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsilin məzmun və keyfiyyət göstəricilərində innovativ təlim, tədris texnologiyalarından istifadə beynəlxalq əməkdaşlıq sahəsində çox böyük uğurlar əldə etmişdir. Universitet dünyanın 53 nüfuzlu ali təhsil ocağı ilə müqavilə bağlamışdır. 34 xarici universitetlə, o cümlədən ABŞ-ın Amerika Birləşmiş Ştatlarının Washington şəhərində yerləşən George Washington Universiteti ilə ikili diplom proqramı üzrə əməkdaşlıq edir. Bugün diplonun ölkə universitetləri arasında innovasiyaların öyrənməsi, tətbiqi və təbliği mərkəzi kimi tanınır. Universitetin rəhbərliyi tərəfindən həyata keçirilən islahatlar onun nüfuzunu durmadan artırır. Şəki filialı da universitetin malik olduğu bütün imkanlardan, qabaqcıl elmi nailiyyətlərdən faydalanmaqla öz fəaliyyətini tədris prosesində məzmun və keyfiyyət göstəricilərin təkmilləşməsi istiqamətində qurur. Hörmətli mərasim iştirakçıları, ali təhsil müəssisəsinin yubiley tədbirlərinin keçirilməsi, ötən dövr ərzində görülmüş işlər, əldə edilmiş uğurlara baxış və gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından da önəmlidir. Filial əldə etdiyi uğurlar son illərdə görülmüş işləri qısa da olsa diqqətinizə çatdırmaq istəyirəm. Fəaliyyət göstərdiyi bu illər ərzində filial özünün maddi texniki bazasını və kadr potensialını müasir tələblər səviyyəsində formalaşdırmışdır. 30 il ərzində filialda 5000-dən çox ali təhsilli pedaqoji kadr hazırlanmış, 6000-dən çox müəllimlərin ixtisasının artırılması, təkmilləşməsi həyata keçirilmişdir. Fəaliyyət göstərdiyi ilk illərdə burada tədris prosesinin ilə məşğul olan alimlərin böyük əksəriyyəti paytaxtın və ətraf rayonlarının dəvət olunduğu halda hazırda professor müəllim heyətinin tərkibi yalnız yerli kadrlardan ibarətdir. 86 nəfər filial əməkdaşından 3 nəfəri elmlər doktoru, 15 nəfəri fəlsəfə doktoru, 26 nəfər isə bu filialın öz məzunudur və məzunlardan bir nəfəri fəlsəfə doktoru və elmlər doktoru proqramı üzrə təhsilini davam etdirir. Bir çoxu doktorantura və dissertaturada təhsil alır. Ümumilikdə filialda hazırda 3 nəfər Azərbaycan Respublikasının əməkdar müəllimi çalışır, 7 əməkdaş elmlər doktoru, 30-a yaxın müəllim isə fəlsəfə doktoru proqramı üzrə təhsil almaqdadır. Bu isə yaxın gələcəkdə Şəki filialının elmi dərəcəli kadrlarının sayının sürətlə artmasından xəbər verir. Ənənələrə sadiq, yeniliklərə açıq devizin fəaliyyətimizin əsas prinsiplərindən hesab edən, ADB-nun qabaqcıl təcrübəsindən faydalanmaqla sürətlə inkişaf edən cəmiyyətimizdə rəqabət davamlı kadrlar yetişdirməyi biz də öz qarşımıza əsas məqsəd olaraq qoymuşuq. Paytaxtdan bir qədər uzaqda olsaq da, daim Qocaman Universitetinin qurulan sıx əlaqə və qarşılıqlı əməkdaşlıq qarşıya qoyduğumuz məqsədə çatmaq üçün mümkün şərait yaradır. Son illərdə ölkəmizdə Təhsil Naziri tərəfindən təhsilin məzmununda keyfiyyət dəyişikliklərinin həyata keçirilməsi ilə bağlı məqsəd yönlü işlər görülmüşdür. Ali təhsil proqramlarının yeniləşməsi bizim də qarşımızda mühüm vəzifələr qoymuşdur. Filialda kadr hazırlığı aparılan ixtisaslarda tədris edilən fənlər üzrə proqram və tədris vəsaitlərinin yeni məzmunlarının hazırlanması istiqamətində xeyli işlər görülmüşdür. Tədris prosesində KT-nin tətbiqi işini yaxşılaşdırmaq məqsədi ilə 100-dən çox kompüter avadanlıqları, elektron lövhələr və s. alınmışdır. Hal-hazırda ən yeni avadanlıqlarla təchiz olunmuş 5 kompüter zalı müəllim və tələbələrin istifadəsində tədris prosesinin xidmətindədir. Filialın hər iki tədris korpusunun bütün otaq və auditoriyaları əsaslı təmir edilərək ən yeni avadanlıqlarla təhsil edilmiş, filialda mobil kütləstilik sistemi qurulmuşdur. Şəki filialında fəaliyyət göstərdiyi bu illər ərzində professor müəllim heyəti xeyli dəyərli tədqiqat əsəri, dərslik, dərs vəsaiti, metodik vəsait və monoqrafiyalar hazırlayaraq çap etdirmişdir. Yenilikləri öyrənmək və tədris prosesinin tətbiqinə nail olmaq, dünyanın inkişaf etmiş dövlətlərin təcrübəsindən faydalanmaq məqsədi ilə filialda çalışan professor müəllim heyətinin bir qismi Amerika Birləşmiş Ştatları, Fransa, Portuqaliya, Türkiyə təcrübə kurslarından iştirak etmiş 60 nəfərdən çox filial əməkdaşı Respublika və beynəlxalq səviyyəli təlimlərdə iştirak edərək öz təcrübələrini artırmışdır. Filialın 2 tələbəsi mübadilə proqramında iştirak edərək Danimarkada təhsil almış.
Filialımızda təhsil olan gənclərin həm də sağlam düşüncəli, vətənpərvər yetişdirilməsi əsas hədəflərimizdəndir. Filialın vətən müharibəsində dicilliklə vuruşan və dövlətimiz tərəfindən tərtib edilən məzunları bir daha təsdiqlədi ki, onlar üçün ən ali his, vətən sevgisi, ən müqəddəs məkan Azərbaycandır. Bugün qürur hissi ilə qeyd etmək istəyirəm ki, filialımızın 2 nəfər tələbəsi, 23 nəfər məzunu vətən müharibəsi zamanı ordu sıralarında dicilliklə vuruşmuş, torpaqlarımızın düşmən tapdağından azad olunması, ərazi bütövlüyümüzün təmin edilməsində fəallıq göstərmişdir. Bugün qalib xalqın nümayəndəsi kimi vətən müharibəsində böyük qələbənin sevincini bizə yaşatdıqları üçün dövlət başçımız Ali Baş Komandan cənab İlham Əliyevə, rəşadətli Azərbaycan ordusuna sonsuz hörmət və ehtiramımızı, dəyərli minnətdarlığımızı bildirir, qazilərimizə şəfa, şəhidlərimizə Allahdan rəhmət diləyirik. Hörmətli ziyalılar, əziz qonaqlar, böyük qürur hissi ilə bildirmək istəyirəm ki, Şəki filialı bugün artıq regionun elm tədris mərkəzinə çevrilmişdir. Şəhər və Respublika səviyyəli elmi konferansların, dövlət əhəmiyyətli tədbirlərin təşkilində filiala özünə məxsus rol oynayır. Burada təhsilini başa vuran yüzlərlə gənc, müxtəlif dövlət qruplarında, rəhbər vəzifələrdə səylə çalışır. Elmi tədqiqatlarla məşğul olur, ölkəmizdən kənarda vətənimizi layiqliklə, ləyaqətlə təmsil edir. Lakin qazandığımız bütün bu uğurlar bizə heç də arxayanlaşdırmamalıdır, daim yeniliyə və inkişafa doğru bizim fəaliyyətimizin əsas prinsipi olmalı, 30 il ərzində filialda formalaşan ənənələri davam etdirmək, sürətlə inkişaf edən cəmiyyətlə rəqabət davamlı, ölkənin və region sosial-iqtisadi inkişafının tələblərinə uyğun, sağlam əqidəli, milli şura, vətəninə, dövlətinə sadiq, elmə, insan hüquqlarına hörmət edən, kreativ düşüncəli, mütəxəssislər yetişdirmək kimi vacib məsələnin həlli istiqamətində fəaliyyətimizi məqsədli şəkildə davam etdirməliyik. Bir daha bugün yaxın və uzaq məsafəni qət edərək yubiley sevincində şərik olduğunuz tədbirimizdə iştirak etdiyiniz üçün hər birinizə dəyərli təşəkkürümü bildirir, can sağlığı, dövlətimizin və xalqımızın gözəl gələcəyi naminə fəaliyyətinizdə bunları arzulayıram. Allah sizi qorusun. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı tərəfindən Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Professor Cəfər Cəfərova xatirə hədiyyəsi təqdim olunur. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının direktoru Künzalə xanıma xatirə hədiyyəsi təqdim olunur. Yubiley münasibəti ilə təbrik üçün söz filialın tələbələrinə verilir. Şəki filialının ibtidai sinif müəllimliyi ixtisasının 3-cü kurs tələbəsi Şirnova Qönçə. Hörmətli mərasim iştirakçıları, əvvəlcə sizləri salamlayıb, bu təntənəli mərasimdə çıxış etməkdən məmnunluğumu bildirmək istəyirəm. Tələbəli illər insan həyatının ən gözəl, ən yadda qalan illəridir. Bu illərdə hər bir gənc həyatı vəsiqə qazanmaqla bərabər dünya görüşünün genişlənməsi, mükəmməl kadr kimi yetişməsi üçün lazım olan bütün keyfiyyətlərə yiyələnir. Biz üçün çox mümkün bir şərait yaradılmışdır. Ümumilli liderimiz Heydər Əliyevin "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram" kəlamı seçdiyimiz peşənin nə qədər şərəfli, məsuliyyətli bir peşə olduğunu bizə hər dəfə xatırladır. Yaxşı başa düşürük ki, bugün qələbə sevincini xalqımıza yaşadan güclü Azərbaycan dövlətinin gələcək inkişafında bizim də öz payımız olmalıdır və buna görə var qüvvəmizlə çalışırıq. Biz bugün Şəki filialında müxtəlif tələbə təşkilatlarında aktiv iştirak edir, elmi, mədəni, ictimai fəaliyyətlə də məşğul oluruq. Fürsətdən istifadə edib, biz gənclərə yaradılan bu cür şəraitə görə dövlət başçımız, möhtərəm cənab İlham Əliyevə, mükəmməl təhsil almağımız üçün yaradılan mümkün şəraitə görə universitetimizin rektoru
Emirovu, hörmətli Cəfər müəllimə, müəllimlərimizə dərin təşəkkürümüzü və sonsuz ehtiramımızı ifadə etmək istəyir. Yubiley münasibəti ilə bütün ziyalıları ürəkdən təbrik edirəm. Diqqətinizə görə minnətdarım. Fransız dili müəllimliyi ixtisasının 4-cü kurs tələbəsi Məsimova Rəfiqə. Bonjour, chers invités, chers professeurs et chers élèves. Je suis également heureux de vivre aujourd'hui la joie de cet anniversaire, car nous célébrons les 30 ans d'une institution éducative qui est notre dôme. Je félicite chaleureusement chacun de vous à cette occasion. J'étudie l'enseignement de la langue française dans cette université depuis 4 ans. Je salue tous mes professeurs qui ont travaillé dur pour m'élever en tant que professeur de cette langue. Les années étudiantes ont profondément marqué ma mémoire. En étudiant à Chéquier, nous nous sommes également familiarisés avec la riche histoire et le patrimoine culturel de cette ville antique. Je transmettrai à mes élèves les plus belles valeurs que j'ai acquises. Je justifierai le nom diplômé d'un temple de la science vieux de 100 ans. Je félicite chaleureusement chacun d'entre vous. Merci beaucoup pour votre attention. Azərbaycan Dövlət Pedaqoji Universitetinin İngilis dili ixtisasının 4-cü kurs tələbəsi Rəhim Rəhman. I have to thank my honorable friends for their wonderful speeches. I welcome all our participants and guests for being here. Thank you, Mr. Jaffer and your colleagues. It's an honor, big honor to have you here among us. One of the key aspects to education is appreciating and recognizing who your teacher is. I succeeded in doing this, I think. When I came to this university first, I knew I would make a great teacher. I already spoke English fluently, but I lacked necessary skills to become a teacher. And I think my teachers have also succeeded in giving me the right instructions and true inspirations for becoming a teacher. This year and last year also, in 2021, I took my IELTS exam for the first time. I only prepared for 11 days, and I have to thank my teachers for inspiring me and motivating me and giving me feedback on my work. I took the exam because I wanted to get admitted to George Washington University, and this is a dual degree program between our universities. And I also hold the highest master's score in our university conducted by state center examination. And I also won the scholarship for work and travel conducted by Inter-Exchange and CIE. If I pass the last interview successfully, I will go to the United States for 3 months and work there and travel for a month. As you know, this program costs more than $5,000, and I'll be having the opportunity for free. I have to thank this person, a teacher of mine, who has taught me for 4 years repeatedly and encouraged me in my all exams, and she gave the most feedbacks, and she always believed in me. And Mrs. Nermin Nasrullayeva, I thank you so much, and you not only have you taught me a lot, you also inspired me, and I think you're the best teacher I ever had. I thank you so much for listening, and thank you for your attention. Dövlət Pedaqoji Universitetinin Şəki filialının 30 illik yubileyinə həsr edilmiş təntənəli bayram tədbirinin rəsmi hissəsi başa çatır. İndi isə tədbirin bədii hissəsinə başlayır. Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri Sayaq Süleymanova, Kənan Ümbətov. Ürəklərdə döyünüb Azərbaycan deyəndə. Hər ölkəyə, hər elə olsun hörmət deyirəm. Vətənindir vətənin, ilk məhəbbət deyirəm. Onun şöhrət tacıdır, şeir, sənət deyirəm. Mən vətənə Füzuli, Abbas Səhət deyirəm. Mən vətənə Sabiri, Doğan Qeyrət deyirəm. Mən vətənə Üzeyir, Müşfiq, Səməd deyirəm. Günəş kimi müqəddəs bir həqiqət deyirəm. Azərbaycan deyəndə
Güneşləşir, şirləşir. Azərbaycan deyəndə ünlüş qocalar kimi dağlar da fikirləşir. Körpüləri, sədləri sinəmlə parçalaram. Sərhəd məhdillərində bu kolu dəllərimlə bir muğamat çalaram. Azərbaycan deyəndə. Azərbaycan, Azərbaycan bu nida qayaları silkələr. Saldaşların köşkündə çiçək bitər, gül bitər. Azərbaycan deyəndə gözümdə doğmalaşar bütün xalqlar, ölkələr. Azərbaycan deyəndə, Azərbaycan deyəndə. Namiq Aslanov müşahiət edir. Zirvə Xalq İnstrumental Ansamblı. Ansamblın bədii rəhbəri Eldar Rəcəbovdur. Mobil Məmmədov. Şahid edirlər.
Elza İbrahimova, Aslan Asıllayev, Ey vətən, İfa edir Fərqanə Salamova. Çetirdi
Astor Piazzolla, Libertango. İfa edirlər. Gitarada İftixar Hacıyev, akordeonda Xəyal Cabiroğlu, skripkada Leyla Salamova, fortepianoda Gülnar Həsənova. Vasif Adıgözəl, Şəriki Çölək kinofilmindən musiqi ifa edir Tərxan İbrahimov. Sen bizden uzak düşsen
Mahirə xanım Nağıqızı salam olsun. Şeiri səsləndirir Azərbaycan Dövlət Pedaqoji Universitetinin 4-cü kurs tələbəsi Aydan Fətəlizadə. Hər doğanın amalına salam olsun. Recep Tayyip Erdoğan'ın kamalına salam olsun. Azerbaycan nağrım diyen, ağrısıdır ağrım diyen, kardeş diyen, yavrum diyen yollarına salam olsun. Könüllerde bina olan
hörmətli tədbir iştirakçıları, bununla da Azərbaycan Dövlət Pedaqoji Universiteti Şəki filialının 30 illik yubileyinə həsr olunmuş təntənəli bayram tədbiri başa çatdı.